Salam hörmətli izləyicilər, hamını xoş gördük, hamını salamlayıram. Düzdür, yolka buradadır, amma hələ köhnə Novgod var da, ayın 13-dədir, Stary Novgod. Ona görə də yolka hələ də buradadır və dayanacaq. Deməli, hörmətli izləyicilər, Maçdağdayıq, tam dolu əşyalı bir qəşəng evimiz çıxıb. Bu qonaq otağındayıq. Üstünə qəşəng təmiri var, qonaq otağı. Gördüyünüz demək olar ki, hamısı qalacaq evdə. Qiymət, biraz gözləyin, otaqları göstərdim sizə. 3 otaqlıdır. Gəl bura. Giriş qapısıdır. İnterneti var. Belə girişdə güzgüsü. Bura. Bax, belə bir sanuzildir. Bütün aksesuarlar hamısı quraşdırılıb. Bura valideyn yataq otağıdır. Mebellər qalır hamısı. Hamısı yaxşısındandır. Burada uşaq yataq otağıdır. Yəni pərdələr, zat hamısı qalacaq. İndi mən sizə mətbəx sahəsini göstərəcəm. Baxın mətbəxinə, sonra da çıxacağıq çölə. Həyətdən sizə fasad gün. Mətbəxinə baxın, nə qəşəng gözəl, səliqə. Bir də deyən qoy keçsin. Bu da mətbəxdir. Hazır köç yaşa evdir də, bir sözlə. Hazır köç yaşa. Əziyyət çəkmirsən ki, ay nə bilim, nə alım, nə almayım. Çıxaq çölə. Razokun bu tərəfi ilə ayağımı. Bu qaşımaq üçündür. Evimizin fasad görünüşü bax belədir. 7 daş kürsülüdür. Həyətinə bir dənə maşın girir. Deməli evimiz harda yerləşir? Məşdağada 293 nömrəli orta məktəb var. Ona yaxın məsafədə. Gördünüz də həyətini. Zirzəmisi beton da verilibdir. Yəni əziyyət çəkib girib yaşamaq istəyirsinizsə, sizə belə ev lazım. Al gir yaşa. Bu da kombisidir. Wi-Fi ilə idarə olunur, təzə dözü. Əla vəziyyətdədir. Bax belə. Mənlə əlaqə saxlayın, gəlin. Baxın, qapıya kimi də asfalt. Bəli. Gözləyirəm zənginizi. Sağ olun.